Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti vəzifəsindən istefa verib. Telegraf.com xəbər verir ki, Azərbaycanın milli qəhrəmanı general-polkovnik Mədət Quliyev xidmət apardığı Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar bu addımı atıb. Onun qərarını Yaşar İsakov açıqlayıb. Qeyd edək ki, Mədət Quliyev 2025-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.